Salam, hər vaxtınız xeyir olsun. Bir əvvəlki videoda qeyd etmişdik eynək dəyişdirmək haqqında. Əgər eynəyi vaxtında dəyişdirməsək nə olar? Eynəyin mahiyyəti nə idi? Yorğunluğumuzu azaltmaq bir. İkinci, gözün tənbəlləşmə və çəpləşmə riskini azaltmaqdır. Əgər biz vaxtında eynəyimizi dəyişdirməsək, tutaq olur bəzən pasientlər gəldi, eynəyi yazdıq, gedir bir də 6 ay sonra gəl deyirik, gedir 3 ildən sonra gəlir. Elə konkret dünən elə bir hadisə yaşamışıq. 2021-də gəlib həmin pasientimiz. O zamanlar -0.75, bir göz -0.50, digər göz olub, eynək yazmışıq, 6 ay sonra yoxlanın demişik. Bəs doktor bizim başımız qarışıq oldu, başqa işlərimiz oldu, biz gələ bilmədik. Artıq uşağın iki gözü də -3'dür hal-hazırda. Amma uşaq 4 ildir 0.75, 0.50 taxır. Düşünün, sağ gözdə eynəklə 6% görür, sol gözdə eynəklə 10% görür. Eynək taxdığı halda belə. Anası da deyir, hə doktor, axır vaxtlar heç deyir ki, eynək fərq eləmir, eynəyi də taxmaq istəmir, çünki deyir ki, eynək taxıram, heç nə dəyişmir. Əlbəttə ki, elə olacaq. Və düşünün, bu 6%, 10% görən bir uşaq sinifdə lövhəni necə görür, o dərslərini davam elətdirməkdən ötürü nə qədər zülüm çəkir, gözlərini sıxır, gözlərini sıxınca nə qədər baş ağrısı olur. Uşaq bilmir, gözünü sıxmaqdan dolayı baş ağrısını mı dərdini çəksin, yoxsa dərslərinin çoxluğundan dolayı yorğunluğunu mu dərdini çəksin və uşaqların inanılmaz dərəcədə psixoloji gərginlik içərisində olduğunu görürəm. Valideynlərə tövsiyəmiz mümkün qədər hər 6 aydan bir övladlarını yoxlatdırsınlar. Şərt deyil ki, hər 6 aydan bir mütləq eynək dəyişəcək. Amma nömrə dəyişmiş isə eynək də dəyişdirilsin ki, uşaqlar əziyyət çəkməsinlər. İşin digər tərəfi, dəyişdirməsək nə olar? Dəhşət yorğunluğu olacaq. O yorğunluq uşağa imkan verməyəcək ki, uşaq digər işlərini, yəni təlim, təhsil işlərini keyfiyyətli şəkildə davam elətdirsin. Tənbəlliklə qarşılaşacağıq. Bu nə deməkdir? Əvvəllər uşaq gəlirdi, -1 ilə 100% görürdü. İndi nömrəsi artıb -3 olub. -3'ə qoyursan, amma 100%-ə çıxmır, 80%-ə düşüb. Demək ki, artıq görməyimizə tənbəllik əmələ gəlib. Miyoplarda həmin uşaqda həm də xaricə doğru çəplik var idi. Eynəyi vaxtında dəyişdirməyəndə göz yaxşı görmək üçün çox əziyyət çəkir və gərginləşir. Gərginləşdiyinə görə bir anda gözdə çəplik ortaya çıxa bilir. Yəni, vaxtında eynək dəyişdirməsək, yorğunluq, tənbəllik və çəpliklə qarşılaşa bilərik. Tövsiyəmiz imkan daxilində hər 6 aydan bir övladlarını həkimə aparıb yoxlatdırsınlar.